Bu videoda biraz Polşanın mənfi tərəflərindən danışaq. Əgər bir neçə mənfi tərəfi varsa, mənim fikrimcə birinci növbədə qəribə iqlimidir. Hal-hazırda yay fəslindəyik, lakin yuxarı baxdığımız zaman yağışlı buludlar bizi gözləyir. Görünüş olaraq hər tərəf cənnət yaşıllıqdır. Bununla bağlı heç bir narazılığımız yoxdur. Bu qədər yaşıllığın əmələ gəlməyi üçün də küllü miqdarda yağış lazımdır və onun hesabına da bu formada gözəl görünüşə malikdir bu ölkə. Yay ayında belə yağış yağacağı ehtimalı ilə əlində çətir gəzdirmək də bir qədər qəribə hiss elətdirir. Təbii ki, bir London deyil ki, saniyəsi dəqiq deyil havanın. Lakin belə deyim ki, Londondan da geri qalmır. Psixolojik olaraq bu boz iqlim bir qədər insana mənfi təsir göstərir. O günəşli ölkələrdən fərqli olaraq insanı daha tez depressiyaya sala bilir. Belə ümumi hər şey yaxşı olsa da iqlim bir qədər sizi narazı sala bilər. Amma ümumən yola vermək olar, ekstra belə pis iqlimə malik deyil. Qışları biraz bizim üçün soyuq ola bilər. Yayları isə bizlər üçün düşünürəm ki, çox ideal temperaturdur. Bəs siz nə fikirləşirsiniz? Bu formada gözəl yaşıllığı görmək üçün o qədər də yağışa dözməyə dəyərmi yoxsa yox? Şərh bölməsindən yaza bilərsiniz.